şəkildə. Bunların damları, bir də bunları, ucalıqları, saxtımanları, Esin yerə və dam uçması. Qismətdən bu zaviyə çəksində görsən, hər kəsin əlində bir... Bəli, dostlar, bura Şirakavago'dur. Japonun bir dənə qədimi kətlərindən ki, UNESCO buranı cover eləyib əlində saxlayıb, puşeş verib yəni. Bu üstdən kəndi görürsünüz. Çox mənzərəli bir yerdir. Ki, millət bura, çoxlu millət kəndi görmə. Əlbəttə, mən istərdim buranın gecəsin və səhər günəşin görəm ki, gecə buradan ki, çıraqları, kəndin çıraqları yanır. Bura çox mənzərəli olur. Bu təəssüfənə otel burada əslən qeyri-mümkün tapanmadım o qədər. Çünki balaca bir yerdir. Çoxlu da turist gəlib, ona görə mən otel tapanmadım. Gördüyünüz kimi çoxlu insan var burada təpədə. O qədər də uca bir yerlər. İnsanlar burada gəliblər, fəqət burada bir dənə dürbün, mobil, profesional insanlar da burada var ki, vaqəən bunlar buradan hər ləhsə film çəkirlər. Burası belə bir gözəl bir yerdir, istədim sizlərə də bir göstərəm. Burada gördüyünüz kimi qar vardı hala. Yəni burada qar üzülmür. Hər zaman indi burada yəni 2-3 metr hududunda bəzi yerlərdə ki, qarı çəkiblər, xiyavanlar məsələ təmizdir. Turist üçün təmizləyiblər. Bəli, burada baxır, görsəz ki, məsələn, qar, məsələn, 4 metr uzalığında qar var. Qar. Çoxlu qar var. Beləsi. Dağın da görürsünüz, hər tərəflərində qar vardı, ağarır. Hər tərəfində qar var. Və buralarda da yenə qar görürsünüz. Baxın bu kəndə. Görün necə gözəldir. Gördüyünüz kimi, məncə deyən qədimi evlər. Bu tərəfləri taza düzəldirlər bu səbkidə. Bəli, bunlar dəmirdəndir üstləri. Dediyim kimi, bunların səqflərini görsəz, məsələn, bu evləri görürsünüz, bunlar qədimidirlər. Şibləri çox. Ondan ötürdü ki, yəni bura çox ki, qar yağır. Qar qalmasın, tez ərisin, tökür. Hala da gördüyünüz kimi feylən burada hələ qar vardı. Ola bilər belə deyirlər ki, burada heç qar üzülmür. Burada elə qara qatışır yəni.